Salam, xoş gördük sizlərin yenidən mənim kanalımda. Mən sizin coğrafya müəlliminiz Tural Hoca. Bugün sizlərə deməli 11 may 2025-ci il tarixində keçirilən OTK və MGM birgə təşkilatçılığı ilə təşkil olunmuş blok sınaq imtahanından 10-cu sinif üzrə ikinci qrupun coğrafya suallarının izahını verəcəm. 31-ci suala baxırıq sizlərlə bərabər. 31-ci sualda nə istəyir bizdən? 31-ci sualda bizdən istəyir qanunlayıcılığın pozulduğu bəndi müəyyən eləyin. Subekvatorial Orinoco ovalığında düzdür. Arktika Qrenlandiyanın şimal hissəsinə düşəcək düzdür. Aralıq dənizi Madaqaskara düşməz səhvdir. Elə əslində bizə səhvi istəyir. Tropik Ərəbistanda olar, ekvatorial Kalimanda olar. Doğru cavab nədir? Əslində yəni səhv olan cavab nədir burada? Burada səhv olan cavab deməli C variantıdır. Kim düz yazıbsa, təbrik edirəm indən onu. 32-yə baxırıq. Dağlarda şaquli qurşaqlığını yaradan əsas səbəb nədir? Ümumiyyətlə şaquli və üfüqi qurşaqlığı yaradan əsas səbəb temperaturun, təzyiqin, rütubətin dəyişməsidir. Hansı cavabdır? D variantıdır burada. Sonra 30-a baxırıq. Cənubi Amerika materikinin Afrikadan fərqli cəhətləri. Yəni Cənubi Amerikada olsun, Afrikada olmasın. Ərazisi daha rütubətlidir, düzdür. Cənub tropik xəttini keçir, hər ikisi olmaz. 2-ni ataq. Sonra daxili axar sözdə daha çox az sahə tutur, ola bilər. Yəni çox az sahə tutur. Sərtləşmə prosesi burada intensiv deyil, 4-ü də ataq. Cavab çıxırdı öz-özünə 1-3-5. Mülayim iqlim qurşağı düşür. Afrikaya mülayim işıqlanma və mülayim hava kütlələri təsir edir, amma mülayim iqlim qurşağı yoxdur Afrikada. Ərazinin çox sözü qədim platformada Afrikada platformaya düşür. Ortaq cəhət kimi götürə bilərik. Fərqli cəhətlər lazım idi bizə. Onda götürdük 1-3-5. Növbəti sualımız hansı sualdır? 34. Nə deyir? Azərbaycanda qışı soyuq keçən yarımsərə quru çöl iqlimi deməli hara düşür? Naxçıvan Arazboyu düzlərinə, Naxçıvan alçaq dağlıq ərazilərinə C variantı, bir də Talış dağlarına. Doğru cavab C variantıdır burada. Lənkəran ovalığını çıxarmalısınız, Qanı xəritədə çayı çıxarmalısınız. Hələ mən o birisləri demirəm. Kiçik Qafqazın yüksək dağlıq hissələrində niyə yarımsərə quru çöl iqlimi olsun ki, və yaxud Talış dağlarında. Bu Talış dağlarında əslində olardı, amma Abşeron yarımadasında qışı soyuq keçən deyil, qışı mülayim keçən yarımsərə quru çöl iqlimi. 34-35 göl suyunun orta duzluğu okean sularından nədir? Suların orta duzluğundan neçə promilli çox olarsa, həmin gölün 5 litr suyundan alınan duzlu miqdarı 200 qram olar. Birinci baxa görə 5 litrə 200 milliqram almışıqsa, bəs 1 litrə nə qədər düşür? Yəni promillesi nə qədərdir bunun? Hesablayıb tapsaq görəcək ki, 200-ü 5-ə böləndə 4 ya 40 qram alırıq. 40 qram 40 promilli deməkdir. Orta okean duzluğu isə 35 promillidir. Düzdür? 35 promilli ilə 40 promilli arasında nə qədər fərq var? 5 promilli. Bu da bizim nə qədər çox olarsa sualının cavabıdır. 35. 36-ya baxırıq. Səyyah əvvəlcə 45 dərəcə azimutla 10 kilometr. Əgər biz dayanmışıqsa belə şimaldır və bu şimal-şərq, yəni 45-dir. Oradan sonra nə edib? 135. Yəni cənuba yox, cənub-şərqə doğru gedib belə. Və geriyə hansı istiqamətdə qayıdıb? Qərb istiqamətində. Bunun aldığı yol, bunun getdiyi yol hansı fiquru cızır bizə? Üç bucağı. 37-yə baxırıq. Böyük Britaniya adası ilə Avrasiya, Avropa qitəsini ayıran boğaz nədir? La Manşdır. A variantıdır. Burada cavab 38. Xəritə çıxında göstərilmiş məntəqələrin yerləşdiyi iqlim qurşağının düzgün verildiyi variantı müəyyən eləyin. Baxaq. Deməli 3 mülayim olmaz, Afrikada mülayim olmaz. 4 subtropik, yox, orada subtropik olmaz. Subtropik biraz burada olardı, biraz da burada olardı. Hə. Sonra 5 tropik, bura subekvatorial düşər olmaz. Qalır 2 yoxsa 1 subekvator. Bu Kalahari səhrasıdır. Yəni nəqlindən 1 olmaz, 2 olar. Bəli. Doğru cavab Y variantıdır. 39-cu suala baxırıq. Qabarma çəkilmənin təsiri altındadırsa, güclü sahil cəryanı var, yüksək axı sürətinə malik çay tökülür. Bu ərazidə nə yarana bilər? Estuari, qıfa bənzər körfəz yaranacaq çox güman ki. 40-cı suala baxırıq. Yer kürəsi şimal yarımkürəsində siklonun istiqamətinin cənub yarımkürəsindəki siklondan fərqli olması səbəbi yerin cazibə qüvvəsi olmaz, yerin relyefin təsiri olmaz, yerin günəş ətrafında hərəkəti. Bu meyletmə qüvvəsidir, Coriolis qüvvəsi çox güman. Yəni burada cavab Y variantı olacaq çox güman ki. Niyə? Çünki istər-istəməz meyletmə qüvvəsi yerin meyilli hərəkəti nəticəsində yaranır. Şimalda sağa, cənubda sola meyl edir hər şey. İstər-istəməz bu hava küləklərə, ondan sonra cəryanlara və təsir edirsə, siklonlarda o belə deyək də kateqoriyadadır. Təsir olunacaq və istər-istəməz istiqamətləri eyni yox, fərqli olacaq. 41-ə baxırıq. Çöl təbii zonasının geniş yaylığı materikləri müəyyən eləyin. Afrikada çöl o qədər olmaz. Afrikanı çıxsaq, Avstraliyada səhralar çoxdur. Afrikanı çıxırıq. Bəli, prairie, pampa və step. Y variantı doğru cavabdır. Siyasiyanın Kaliforniya yarımadasının ilə oxşar cəhətini istəyir. Eyni okean olmaz. Biri sakitdir, biri Atlantik. Neotektonik olar, olar.
Düzdür, çünki seismik proseslər aktiv olacaq. İsti okean cəryanı Kaliforniya soyuqdur, Kiçik Asiya cəryanı təsir eləmir. Litosfer havaların mərkəzi deyil, sərhəddidir. Səhralar Kaliforniyada var, Kiçik Asiyada isə o qədər də çox ola bilməz. 43. Böyük Qafqaz dağlarında hündürlüyə doğru baş verən dəyişikliyin müəlliliyin akkumulyasiya yoxdur, inversiya olar. Temperatur inversiyası talışdadır. Atmosfer təzyiqi sabit qala bilməz. Suların geoloji yaşı artar. Bəli, yuxarıya doğru yura, təbaşir yura belə artar. Sonra 44-ə baxırıq. Deyir, uran filizinin tərkibində 0,2% uran olduğunu bilərək 1 kiloqram uran almaq üçün 2 kiloqram uran almaq üçün neçə ton filiz tələb olunur? Hə, gəlin baxaq. Əgər biz 0,2%, 0,2% 2 kiloqram olacaqsa, bəs bunun 100%-i neçə olar? Yəni bunu tapalım. Nə edirik? 100-ü vururuq, 100-ü vururuq, 100-ü vururuq 2 kiloqrama, bölürük nəyə? 0,2-yə bərabərdir. Yəni 100, 200 kiloqram, 200 kiloqram vurulsun. %2 yox, 2 də 100 olur da, düzdür. Bu olur, xısar gedir, qalır 100 vurulsun, 100, o da edir 10.000. 10.000 kiloqram. 10.000 kiloqram isə nə qədərdir? 10 tondur. Cavab nədir? D variantı. 45. Ay tutulması zamanı doğru olan fikir. Yer ilə Günəş arasındakı məsafə Ay ilə Günəş arasındakı məsafədən daha çox olur. Ay tutulması nə zaman olur? Ay tutulması elə bir ki, bu Günəşdir. Bu, yəni Günəş, Yer, bu da Ay. Ay bu zaman tutulur ki, Ay kənarda qalır. Yer ilə Günəş arasındakı məsafə Ay ilə Günəş arasındakı məsafədən daha çox olur. Yox, tərsinədir. A bəndə olmaz. Yer kürəsində qabarma çəkilmə prosesi müşahidə edilmir. Bu da olmaz. Ay ilə yer Günəşdən eyni məsafədə olurlar. Ay ilə yer yox, olmaz. Çünki ay daha uzağa qalır. Ay ilə Günəş arasındakı məsafə, yer ilə Günəş arasındakı məsafə bəli. Çünki ay daha kənarda qalır deyə. Doğru cavab deyil. Ay yer ilə Günəş arasında olanda isə Günəş tutulması olur. Ay tutulması olmur. 46-ya baxaq. Doğru ardıcıllıq istəyir. Bengel cəryanı Atakama səhrası. Bu Atakama olmaz. Namib olar. Abəndi səhvdir. Krosiyo cəryanı Yapon adaları arid iqlim. Bu da səhvdir. Niyə? Çünki Krosiyo istidirsə ümid yaratmalıdır. Mozambik Tayvana aidiyyəti yoxdur. Mozambikin Tayvana nə aidiyyəti var ki? Kaliforniya cəryanı, Kaliforniya yarımadası arid iqlim. Bunu artıq biraz əvvəldə rastlaşmışıq biz. Holmström Labradora arid iqlim niyə yaratsın ki? Labradora arid edən Labrador cəryanıdır. Və yaxud heç Labrador arid deməyək. Ümumiyyətlə, Holmström isti cəryanı niyə arid iqlim yaratsın? Y bəndə ona görə səhvdir. Xetiyə baxırıq. Tektonik uçqun bənd, çaydərə. Böyük Alagöl burada. Qaragöl vulkanik də olmaz. Batabatı tektonik uçqun götürməliyik. Binəqədini tektonik relikt götürməliyik. Tufangölü buzlaqdır. Bu da pozdur. Kiçik Alagöl. Kiçik Alagöl var da niyə kiçik? Ha yox, biz səhv baxırıq. Deməli 1 buradadır. Uçqun bəndə baxaq. Biz 2-yə baxaq. 2 Ağgöl tektonik deyil. 2 Aznor tektonikdir. Böyük Göl tektonikdir. Böyük Alagöl tektonikdir. Candargöl belə deyək də meandrda qalan göldür də ona biz nə deyəcəyik? Axmaz. İndi çaydərədir. Ağgöl çaydərə, Ağgöl çaydərə, Mehmangöl çaydərə düzdür. Bunların üçü də düzdür. İndi bizim burada nəyimiz bizdə burada? Biz qayıtmalıyıq 1-ə. Batabat, Kiçik Alagöl. Kiçik Alagöl uçqun deyil. Kiçik Alagöl tektonikdir. Binəqədi də tektonik. Doğru cavabımız gəlir B variantı. Yəni Batabat burada olacaq. Acnohor tektonikdir burada olacaq. Ağgöl də çaydərədə burada olacaq. B variantı. Sonra növbəti sual 48. Ölkə ərazisində ən az yayılan iqlim tipləri. Qışın mülayimçinin yarımsərə quru çöl iqlimi 50%-ə yaxındır. Bu olmaz. Yəni biri atarsan 100%. Qışı soyuq keçən yarımsərə quru çöl iqlimi bu ola bilər, nisbətən azdır. Qışı quraq keçən mülayim isti iqlim bu da geniş yayılır. Aha, bütün fəslərdə bol yağıntılı böyük havanın cənub yamacındadır. Bu olacaq son cavab. Bir də yay quraq keçən soyuq iqlim bu da Naxçıvanda və Talışın bəzi hissələrində. Cavab C variantıdır. 49-a baxırıq. Atmosfer təzyiqi normadan 270 mm civə sütun aşağı olduğu mütləq hündürlüyü tapın. Və olacaq da 270-i vuracaqsan. Əgər məsələn tutaq ki, belə deyim də, dəniz səviyyəsində 760-dırsa, bu da deməli 200, 490. Elə 270 təzyiq fərqi yaranırsa, deməli neçə metrdir bu? Ona vurarsan 2700 metr. Y variantı. 50-ci sual. Maqmatik suların geniş yayıldığı yerlərdə daha çox
Rast gəlinə biləcək mineral ehtiyatlar. Filizlər çox olar da maqmatikdə. Daş kömürü çıxarsan, çökmə duzu nefti çıxarsan, əhəng daşın yanar şisti çıxarsan, torfu da çıxarsan. Cavab nədir? A bəllidir. 51, 51-ə baxaq. Yağıntıların düşməsindən asılı olaraq sahəsi kəskin dəyişən göllər. Bu göllər isti, arid iqlimdə olan və axarsız göllərdir. İsti arid iqlim və axarsız göl. Əsasən axarsızlar. Tanqanikanı çıxarıq ona görə. Niyasanı çıxarıq, Michiganı, Huronu çıxarıq. Sonra Titikakanı çıxarıq. Bəli, Eir, Çad gölləri. Bunlar Avstraliyada və Çadda yağıntılar düşən vaxtı sahələri böyüyür. Quraqlıq vaxtı sahələr həddən artıq kiçilir. Hümid iqlimə malik əraziləri müəyyən edin. Deməli, hümid iqlim olması üçün yağıntının buxarlanmanın çox olması lazımdır. 2-ni götürərik. Əslində biri də götürmək olar. Sonra 4-ü götürərik. İsti və rütubətlidir. Hümid isti və rütubətlidir. Ona görə 1-i götürməyəcəyik. Amma bu 5-i götürməyəcəyik. Çünki 300 yağıntı 800 buxarlanma qabiliyyəti var. Sonra 300 bölünsün 300 bölünsün 600 də bizə onu verməz. Deməli 5 ilə 6-nı çıxsaq, cavab çıxır 1, 2, 4. İndi isti və rütubətlidir. 6 Selsidə müəyyən qədər istilik var. Amma 3-ü 100% götürmək çünki mənfidir. Onu götürməyəcək. Doğru cavabımız nədir? 1, 2, 4 C variantıdır. 53. Doğru ifadələr müəyyən eləyin deyir. Yağıntılar yayılan havanın təsirində yox, qalxan havadır. Bir səhvdir. Böyük suvarıcı dağlar oroqrafik yağıntıların yaranmasına rol oynayır. Bəli, şərqinə daha çox yağıntı düşür. Tropik genişlərdə səhralarında səpələnən radiasiya üstündür. Tropik genişlərin səhralarında səpələnən niyə olsun ki? Düz olar da səhrada niyə səpələnən olsun ki? Düz radiasiya. Bulut yox da. Rütubətlənmə əmsalı böyükdür 1 olduqda çay şəbəkəsi sıx olur. Bu da doğrudur. Orta illik temperaturun ekvatordan qütblərə doğru artır. Orta illik temperatur ekvatordan qütblərə doğru azalmalıdır. Necə arta bilər? Doğru cavab 2 və 4-dür. 54-ə baxırıq. Nisbi rütubətliyi 60% olan bir kubmetr havanın doyması üçün 12 qram su buxarı çatışmırsa, bu havanın maksimum su buxarı saxlama qabiliyyətini hesablayın. Gəlin baxalım. 60% var, amma nə qədər çatmır? Deməli 40% çatmır. O çatmayan neçə qramdır? 12 qramdır. Bəs elə olanda 100% nə olur? X. Bu tənasüb həll edib tapsaq, 100-ü vurarıq 12 eləyir 1200, 1200 də 40-a bölündə cavab olar 30. Cavab 30 olmalıdır bu sualda. 55'e var. Kiçik Qafqaz dağlarına aid olan silsilələr Şah dağ oradadır, Niyal dağ orada deyil, Sudur Böyük Qafqazdadır, Dərəliyaz Kiçik Qafqazdadır, Ləngəviz Böyük Qafqazdadır, Murğuz da Kiçik Qafqazdadır. Doğru cavab 1, 4, 5. Yəni fikirləşərsiniz ki, Dərəliyaz Naxçıvandadır. Naxçıvanda olan Zəngəzur və Dərəliyaz dağları Kiçik Qafqaz dağlarına aiddir. Amma Talış dağları Kiçik Qafqaz dağlarına aid deyil. Talış dağları, Naxçıvandakı Zəngəzur, Dərəliyaz və Kiçik Qafqaz isə Kiçik Qafqaz tektonik qalxmasındadır. Yəni burada dağ olaraq götürəndə biz Naxçıvandakı və Kiçik Qafqazdakı dağları götürə bilirik Kiçik Qafqaz dağlarına aid. 56. Respublikamızın çaylarının uzunluqlarına görə azalan sırası ilə düzün. Azalan desə birinci kimdən başlamalıyıq? Deməli, başlayaq birinci biz. Deməli, Kürdən başlayaq. Kürdən başlayaq. Deməli, burada biz baxsaq, Kür çayının uzunluğunu biz birinci götürəcəyik. Sonra Arazın uzunluğunu ikinci. Deməli, sonra Tərtər üçüncü gələr. Qusarçay da dördüncü gələr. Doğru cavab ardıcıllığı belə olmalıdır. Məntiqlə bizim ən uzun çayımız Kürdür. Birinci götürməliyik. Növbəti sual 57-ci sualdır. Böyük Qafqazın şimal-şərqi Kürün sağ sahili, Kürün sol sahili. Qarabağ düzü Kürün sağ sahilindədir. A bura gəlir. Qusar maili düzənliyi Böyük Qafqazın şimal-şərqinə gedər. Mil düzü Kürün sağ sahilinə gedər. Samur dəvəsi Böyük Qafqazın şimal-şərqinə gedər. Şirvan düzü isə Kürün sol sahilinə gedər. Ardıcıllıq belə olmalıdır. 1-ə B-dir, 2-yə A-C, 3-ə isə Y. Situasiyaya baxaq. Tropik quşaqlardan ekvatorial quşaqlara doğru əsən A küləyi materik üzərindən quru okean üzərində rütubətli olmasına səciyyələnir. İqlimin formalaşmasında mühüm əmək kəsb edən bu küləyin təsiri eyni adlı okean cəryanlarında formalaşır. Bu passatlardır. Şimal yarımkürəsi sağa, cənub yarımkürəsi sola meyillər. Bu passatlardır. A küləyinin adı passat. Rejiminə görə isə daimi küləkdir. Külək. Daimi mövsüm və suqa küləklər var rejiminə görə. Bu isə daimidir. A küləyinin iqliminə daha çox təsir edər, belə deyək də, hansı materiklər var, passatlar təsir edir. Cənubi Amerikaya daha çox təsir edirlər.
Afrikaya, Avstraliyaya. Bunlara daha çox təsir eləyirlər. 60-cı sualda nədir? A küləklərinin meyllənməsinə təsirin səbəbi qeyd edin. Bu da Coriolis qüvvəsidir. Coriolis qüvvəsi, yaxud meyl etmə. Belə də yazsaz qəbul eləyərlər deyə düşünürəm. Mən coğrafiya müəllimimiz Tural müəllim daha bir sınağın izahını sizlərlə başa vurdum. Ümid edirəm ki, bura qədər izləmisiniz və izlədiyiniz, əldə etdiyiniz məlumatlar sizə faydalıdır. Sağ olun, növbəti sınaqlarda görüşənədək.